Sabahınız xeyir olsun gençler. Yeni bir online kazanç videomuzda her birinizi hoş gördük. Bugün size telefonla pul kazanıp Binance'a ödeme alabileceğiniz yeni bir sayt göstereceğim. Aslında burada sırf Binance'a yok, başka borsalarda ödeme almaq olur. Mən həmişə ora çıxarış eləyirəm deyə, yəni Binance deyirəm sizə. Saytımız budur. BNB Staking belə bir adı var. Linkini paylaşacağım videonun altında. Həmin linkdən giriş edə bilirsiniz sayta. Girib hesab açırsınız. E-mail bir də şifrə yazırsınız. Başqa heç bir məlumata ehtiyac yoxdur. Hesab açandan sonra belə bir ana səhifəsi qarşılayır sizi. Burada qazancın kalkulyatoru falan var, neçə günlük falan. Bunların hamısı var. Baxa bilərsiniz. İndi mən də hər birini praktiki göstərəcəm sizə. Deməli, burada məsələ budur ki, kanalımızda bəzi yatırımsız videolar var. Onlara baxa bilərsiniz. Amma bu sayt yatırımla işləyir. Və yaxud yatırımsız pul qazanmaq belə olar ki, bu belə deyək, referans çağırarsınız, referansdan sizə bonus gələr, belə qazanarsınız. Amma yəni, əsas məqsəd yatırımlı mining edib pul qazanmaqdır. Misal üçün, burada pul qazanmağın üsullarını göstərim mən sizə, yəni necə pul qazanılır. Burada belə bir nə qədər yatırım eləyəsiniz deyə bölmə var. Misal üçün, biz bura gəldik, tutaq ki, 30 dollar pul vurduq. Və buradan seçdik ki, 1 ay pul qazanmaq istəyirik və yaxud 2 ay, fərqi yoxdur. Sizə 15% qazanc verirlər. Yəni bu 30 dolların hər gün 15%-ni qazanasınız. Gündəlik qazancınız olur 4 dollar 50 sent. Aylıq qazancınız isə 135 dollar. Yəni aylıq 135 dollar pul qazanasınız. Bunu məsələn artırsanız 2 ayın sonunda toplam 270 dollar qazanasınız. Baxın burada. İndi lap bura məsəl üçün biz yazaq 100 dollar. Aha. Gündəlik qazancınız olur 15 dollar və aylıq 900 dollar pul qazanasınız. Çünki sizin balansınızda pul getdikcə artır və artıq həmin pulun 15%-ni sizə verirlər. Yəni bu da dəqiqə 30 günlük seçək daha doğrusu, aylıq 450 dollar. Belə. Bu qədər gənclər. Qazanc üsulunu bildik. İndi burada da mənim balansımda 20 dollar pul var. Gəlin belə göstərəm sizə. 20 dollar yatırımçım var, 50 dollar da burada qazanc var. Bunu mən çıxarış eləyərəm, həm də ki 20 dolları yatırım eləyərəm, baxarsınız. Amma sizə mən əvvəlcə belə bir şey deyim. Təbii ki, mining saytlarında hər zaman risk olur. Misal üçün belə deyək də, tək buna aid deyil, bütün mining saytlarına aid edirəm sözümü. Ola bilər ki, bunlar siz yatırım eləyərsiniz 100 dollar və buradan 1 il, 2 il pul qazanarsınız. Yəni 100 dollarınızı buradan 3000, 4000 kimi geri götürərsiniz. Ola da bilər tam tərsi. Risklər bunu demək istəyirəm. Yatırım eləyərsiniz, sayt bir gün sonra bağlanar və yaxud 3 gün sonra bağlanar. Yəni belə şeylər olur. Ona görə bu kimi halları nəzərə alın, ondan sonra istifadə edin. Biz qazanc üsulunu bildik burada. Geri qalan məlumatlara özünüz baxarsınız. İndi mən balansımda 20 dollar pul var. Bunu bura gəlin yatırım eləyim və gündəlik qazancımız da versin, çıxarış eləyək. Biz balansımızı artırmaq üçün nə etməliyik? Yatırım eləməyə və gündəlik qazanc əldə etmək üçün. Gəlməliyik birinci burada recharge bölməsinə. Buradan balansımızı artırırıq biz. Bizə verdiyi bu coinlər şəklində, yəni bu yatırım üsulları şəklində pul vura bilirik. B-Prim USDT var, TRC20 USDT və yaxud siz Tron coin kimi yatırım edə bilərsiniz. Məsələn, 20 dollarlıq yatırım eləmək istəyirsiniz. Sizə verilən adresə 20 dollarlıq göndərdiniz. Göndərəndən də sonra burada Recharge Complete sözünə klik edirsiniz ki, pul təsdiq olsun, köçsün balansınıza. Bu qədər sadə bir şeydir. Pul balansınıza təxminən, baxın, burada deyir ki, 1-3. Yəni 1 dəqiqə ilə 3 dəqiqə arasında gəlir. Çətin bir şey deyil, yəni yatırım edirsiniz, gəlir balansınıza. Tutaq ki, pul gəldi, hər şey qəşəng, hər şey əla. İndi biz necə yatırım eləməliyik? Baxın, burada ana səhifədə də özü sizə məlumatları verir əslində. Buna baxa bilərsiniz. Gəlirik bura aşağı. Balansımızda pul nə qədərdir? Ona uyğun buradan miqdar seçirik. Misal üçün 20 dollar yazdım mən və buradan 1 aylıq qazancı seçirəm. Stake deyirəm. Confirm deyirəm. Əla, mənim stake'im uğurla tamamlandı. Baxın, burada stake'imə aid məlumatlar var. Yəni, staking prosesinə. Deyir ki, 30 günlük yatırım eləmişsiniz, gündəlik 15% pul qazanasınız. Detallara da baxsaq, hələ ki bizə qazanc verməyib deyə, həmin mining qazancı sıfırdır. İndi 24 saatdan bir burada bizə qazanc verir. Baxın, yeniləyirəm. Yəni, yüklənsin. Aha.
20 dollarım gedibdi stake prosesinə. Görürsünüz, stake'dədir. Amma mənim balansımda 50 dollar pul var. Onu çıxarış edə bilərəm. Gəlin sizlə bir yerdə çıxarış eləyək. Deməli, baxın, bütün coinlər şəklində çıxarış eləmək olur. Bizə lazım olan coinlər şəklində. Görürsünüz. Withdraw adres, burada B-Primi ilə çıxarış eləyək də, yəni. Miqdarı yazıram. 20, 20 nə idi? 50. Buraya isə yazıram B-Primi adresimi. Gəlirik Binance-a. Buradan bir dənə keçək adreslərə. USDT. B-Primi. Aha. B-Primini götürdüm və yapışdırıram bura. Yapışdırandan sonra gəlirəm aşağıda şifrəmi qeyd edirəm və daha sonra confirm deyib tamamlayıram. Aha, bizim pul çıxarışımız təsdiq olundu. Aşağıda da özünün verdiyi məlumata əsasən komissiya yoxdur və təxminən 1 dəqiqənin 3 dəqiqə arasında hesabımıza gəlir pullar. Pul gələnə kimi mən sizə burada gəlim başqa bölmələri falan göstərim. Burada məsələn reward center var. Bu bonuslar bölməsi, bu boşdur. Burada referral proqram var. Misal üçün, referral nədir? Baxın, burada bizim referans linkimiz var. Referans kodumuz var. Hər kəsin burada olur. Siz bu linki paylaşırsınız kimlənsə və həmin adam sizin linkinizdən qeydiyyatdan keçəndə sizin referansınız olur. Və referansdan sizə bonus gəlir. 10%. Misal üçün, referansınız gəldi, buraya yatırım elədi. 20 dollar. Sayt sizə 2 dollar bonus verir. Yəni, bu referanslarla da müəyyən qədər pullar qazanmaq olar. Və baxın, Binance-dan da bildiriş gəldi ki, 50 dollar ödəmə alırsınız. Görürsünüz, son aldığım ödəmə təsdiq olunur hal-hazırda 1 dəqiqəyə falan. Çıxarış eləyən kimi göndərilir hesaba, yəni hər hansısa bir problem yaratmırlar. Budur. Belə gənclər, ödəmə barəsində bir sıxıntı yoxdur. Hələ ki, sayt normal işləyir. İndi baxın, sizə də uyğun olsa istifadə edə bilərsiniz. Bir dənə də yeniləsəm, yəqin ki, təsdiq olar. Hələ ki, təsdiq edilir. Aha, təsdiq də oldu. Bu qədər. Ödəmə sübutunu da görmüş olduq. Və bundan başqa saytın müştəri dəstəyi də var. Olar ki, məsəl üçün şifrənizi unudarsınız və yaxud hər hansısa bir problem baş verər. Bu zaman müştəri dəstəyinə yazırsınız. Bunlar sizə köməklik eləyir. Bütün suallarınızı bunlara yaza bilərsiniz. Sayt aktiv olduğu müddətdə müştəri dəstəyi də köməklik eləyir insanlara. Belə gənclər, başqa yerlərə özünüz baxarsınız. Saytın digər məlumatlarına mən lazımı bütün informasiyaları verdim sizə. Burada da hər şey var saytın öz ana səhifəsində. Nə qədər qazanc əldə etmək mümkündür, nələr var. Hamısını qeyd ediblər. Baxın, burada məsəl üçün çox yatırım eləsəz faiz də artır. Əgər 300 dollardan çox yatırım eləsəz artıq 17% verir, daha sonra 20% verir. Amma mən həmişə deyirəm ki, mining saytlarına yəni maksimum 50 dollar, 100 dollar bəsdir. Durub 5-10 min vurmaq biraz məntiqsizdir. Bu qədər gənclər. İzlədiyiniz üçün təşəkkürlər.